Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Hər vaxtınız xeyirli olsun. Dəyərli mömin bacı və qardaşlar, hər birinizi salamlayıram. Bugün sizlərə səcdə-i səhvi nə şəkildə yerinə yetirmək lazım olduğunu əməli bir şəkildə göstərmək istəyirəm. Səcdə-i səhv namazdan dərhal sonra çox fasilə buraxmadan, üzü qiblədən döndərmədən, hər hansı bir söz demədən, hər hansı bir zikr demədən yerinə yetirmək lazımdır. Məsələn, namazın salamından dərhal sonra niyyət edir. Məsələn, səcdə-i səhvi yerinə yetirirəm, qurbətən ilallah. Allahu Ekber, yəni təkbirətül ehram deməyə də ehtiyac yoxdur. Eləyə bilər desin, amma deməsə də onlar səcdə-i səhvə heç bir zərər yetirməyəcəkdir. Və niyyətdən sonra alnını möhrə qoyacaq, bu zikri qeyd eləyəcək. Bismillah və billah, əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkətuh. Birinci səcdə bitdikdən sonra oturacaq, yenidən səcdəyə gedəcək, həmin zikri təkrarlayacaq. Həmin zikri dedikdən sonra oturacaq, təşəhhüdü deyəcək. Təşəhhüddən sonra təkcə bu salamı desə kifayət edəcək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh. Bu salamı desə kifayət edəcəkdir. Mən bunu əməli bir şəkildə göstərmək istəyirəm. Məsələn, fərzdəki namazın salamından dərhal sonra mən niyyət eləyirəm. Səcdə-i səhvi yerinə yetirirəm, qurbətən ilallah. Bismillah və billah, əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkətuh. Allahu Ekber. Bismillah və billah, əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkətuh. Allahu Ekber. Elhamdülillah. Əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh və əşhədü ənə Muhammədən abduhu və rasuluh. Allahümme salli ala Muhammedin və ali Muhammed. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh. Bu şəkildə bir dəfə səcdə-i səhvi yerinə yetirsək kifayət edəcəkdir. Vəssalamu aleykum və rəhmətullah.